46-cı mətn. Mrs. Brown had a small garden behind her house. Xanım Brown'un evinin arxasında kiçik məhəlləsi, yəni bağçası var idi. And in the spring she planted some vegetables in it. Və yazda o orada biraz, yəni tərəvəzlər yetişdirirdi, yəni əkirdi. She looked after them very carefully. O onlara çox diqqətlə baxırdı, yəni qulluq edirdi. Look after, baxmaq, qulluq etmək, yəni qayğısına qalmaq mənasındadır. And when the summer came və yay gələndə they looked very nice. Onlar çox gözəl görsənirdi. One evening Mrs. Brown looked at her vegetables and said. Bir axşam xanım Brown tərəvəzlərinə baxdı və dedi. Tomorrow I'm going to pick them. Sabah mən onları yığacam. Pick sözü yığmaq, dərmək, götürmək mənasındadır. And then we can eat them. Və sonra biz onları yeyə bilərik. But early the next morning, amma növbəti səhərin, yəni erkəni, yəni tezdən her son ran into the kitchen. Onun oğlu mətbəxə qaçdı and shouted və qışqırdı. Mother, mother, ana, come quickly, tez gəl. Our neighbor's ducks are in the garden and they are eating our vegetables. Deyir ki, bizim qonşumuzun ördəkləri bağçadadır, yəni məhlədədir. And they are eating our vegetables. Və onlar bizim tərəvəzlərimizi yeyirlər. Mrs. Brown ran out. Xanım Brown qaçdı. But it was too late. Amma çox gec idi. All the vegetables were finished. Bütün tərəvəzlər bitmişdi. Mrs. Brown cried. Xanım Brown ağladı. And və her neighbor was very sorry. Onun qonşusu çox üzr istəyirdi. But amma that was the end of the vegetables. Bu tərəvəzlərin sonu idi. Then a few days before Christmas, sonra zen sözü sonra deməkdir. Yeni ildən bir neçə gün əvvəl, a few days, bir neçə gün deməkdir. Gün sayıldığına görə, baxın burada da cəmdə verilibdir, S şəkilçisi cəmi bildirir da. Ona görə a few işlənibdir. Çünki a few sayılanlarla işlənilir. The neighbor brought Mrs. Brown a parcel. Qonşu xanım Brown'a bağlama gətirdi, yəni paket gətirdi. Yəni bunu nəzərdə tutur. In it was a beautiful fat duck and on it was a piece of paper with the words Enjoy your vegetables. Deyir ki, içərisində gözəl, yəni kök ördək var idi və üstündə sözlər ilə yazılmış bir, yəni kağız var idi, kağız parçası var idi. Və yəni onun üstündə yazılmışdı ki, enjoy your vegetables. Yəni tərəvəzlərinizdən zövq alın. 47-ci mətn. The ladies' club always had a meeting every Friday afternoon and someone come to talk to them about important things. Deyir ki, xanımların klubunun yəni həmişə, yəni hər 5-ci gün mitingi var idi. 5-ci gün günorta mitingi var idi. Və kimsə onlara vacib şeylər haqqında danışmağa görə yəni gəlirdi. Yəni kimsə gəlirdi ki, onlara vacib şey danışsın, vacib bir şey desin. After that, bundan sonra they had tea and asked questions. Onlar çay içirdilər və suallar soruşurdular.
One Friday, bir 5-ci gün, a gentleman came, yəni qoca kişi gəldi, yəni bir kişi gəldi and talked to the club about food və kluba yemək haqqında danışdı. Yemək haqqında dedi. There is not enough food in the world for everybody. Deyir ki, hər kəs üçün dünyada kifayət qədər yemək yoxdur. He said, o dedi. More than half the people in the world are hungry. Dünyada insanların yarısından çoxu, more than half, yarısından çoxu deməkdir. Are hungry, acdırlar. And when they get more food və onlar çox yemək əldə edəndə, they have more babies, onların çox uşaqları olur. So women belə ki, they never stop being hungry. Onlar heç vaxt yəni ac olmağa dayandırmırlar. Somewhere in the world, dünyada harasa, yəni bir yer, a woman is having a baby every minute. Bir qadının yəni hər dəqiqə uşağı olur. Day and night, gündüz və gecə. What are we going to do about it? Biz yəni bunun haqqında nə edəcəyik? He waited for a few seconds before he continued. Davam etməmişdən əvvəl bir neçə dəqiqə gözlədi. Amma before he began to speak again, o yenidən danışmağa başlayanda, one of the ladies said, xanımlardan biri dedi, well, yaxşı, why don't we find that woman and stop her? Biz o qadını tapıb, niyə onu dayandırmırıq ki? 48-ci mətn. A man had some work to do in Switzerland. Yəni bir kişinin Switzerlanddə etməli olduğu bir işi var idi. So, belə ki, he said goodbye to his wife at the airport. O həyat yoldaşına aeroportda sağ ol dedi. Got into an airplane and left. Təyyarəyə mindi və tərk etdi, yəni getdi. After 10 days, 10 gündən sonra, his work in Switzerland was finished. Onun Switzerlanddəki işi bitdi. So, belə ki, he bought a ticket for his journey back home. O, evə qayıtmağa görə, yəni bilet aldı. Səyahətinə görə də, evə qayıtmalı olduğu səyahətinə görə bilet aldı. And və then sonra went to the post office, post ofisinə getdi to send a telegram to his wife. Yəni həyat yoldaşına xəbər göndərməyə görə. He wrote the telegram. O yəni xəbəri yazdı. Gave it to the clerk. Clerk orada işləyən adama deyilir. Və onu clerk yəni clerk sözü katib mənasında gedir. Yəni və onu katibə verdi. And said və dedi. How much will this cost? Yəni bunun qiyməti nə qədərdir? Yəni nə qədər başa gələr? She told him, ona dedi, and he counted his Swiss money və o Switzerlandın pul vahididir. Yəni deyir ki, və o pulunu saydı. Had not got quite enough. Onun kifayət qədər pulu yox idi. Take the word love of my telegram, he said. O dedi, mənim mesajımdan sevgi sözünü götür. And then I'll have enough money to pay for it. Və sonra mənim yəni ödəməyə kifayət qədər pulum olacaq. No, the girl said. Yox, qız dedi. She opened her handbag. O çantasını açdı. Took the money for the word love out of it and said. Çantasından yəni oradan pul çıxartdı sevgi sözü üçün və dedi. For the word love, I'll pay the money. Sevgi sözü üçün mən pulu ödəyəcəyəm. Wives
need that word from their husbands. Həyat yoldaşlarının yəni həyat yoldaşlarının bu sözü eşitməyə yəni ehtiyacı var. 49-cu mətn. Mrs. Jones' telephone number was 3463. Deyir ki, xanım John'un telefon nömrəsi 3463-dür. And the number of the cinema in her town was 3464. Və onun şəhərində olan sinemanın nömrəsi də 3464-dür. So people often made a mistake. Belə ki, insanlar yəni tez-tez səhv edirdi. And telephoned her və ona zəng edirdi. When they wanted the cinema. Yəni onlar sinemaya getmək istəyəndə. One evening the telephone bell rang. Bir axşam, yəni bir gecə telefon zəngi çaldı. And Mrs. Jones answered it və xanım Jones ona cavab verdi. A tired man said, yorulmuş kişi dedi. At what time does your last film begin? Yəni hansı vaxtda sizin yəni ən sonuncu filminiz başlayır? I'm sorry, said Mrs. Jones. Üzr istəyirəm, xanım Jones dedi. But you have the wrong number. Siz yəni yanlış nömrəyə yığıbsınız. This is not the cinema. Bu sinema deyil. Oh, it began 20 minutes ago. Said the man. Bu yəni 20 dəqiqə əvvəl başlayıb. Kişi dedi. I'm sorry about that. Goodbye. Mən yəni bunun üçün üzr istəyirəm. Sağ olun. Mrs. Jones was very surprised. Xanım Jones çox təəccübləndi. So she told her husband. Belə ki, o həyat yoldaşına dedi. He laughed and said. O güldü və dedi. The man's wife wanted to go to the cinema. Kişinin həyat yoldaşı sinemaya getmək istəyirdi. But he was feeling tired. Amma o yəni yorğun hiss edirdi. So he telephoned the cinema. Belə ki, o sinemaya zəng etdi. His wife heard him. Onun həyat yoldaşı onu eşitdi. But she didn't hear you. Amma o səni eşitmədi. Now, indi, they will stay at home this evening. Onlar bu axşam evdə qalacaqlar. And the husband will be happy. Və həyat yoldaşı xoşbəxt olacaq. 50-ci mətn. It was a few days before Christmas. Yeni ildən bir neçə gün əvvəl idi. So when the office closed at 5:30, most of the young men and typists stayed and had a party. Deyir ki, belə ki, ofis bağlananda yəni ofis saat 5-in yarısında bağlananda gənc kişilərin əksəriyyəti və tipistlər tipist sözü elə tipist deməkdir. Yəni qalırdılar və parti eləyirdilər, qonaqlıq eləyirdilər. They ate and drank. Onlar yeyir və içirdilər. Danced and sang songs. Rəqs edib mahnılar oxuyurdular. And nobody wanted to go home və heç kəs evə getmək istəmirdi. But Joey had a wife at home. Amma Joey'nin evdə həyat yoldaşı var idi. And lived quite a long way from the city və şəhərdən yəni kifayət qədər uzaq yolda qalırdı. Yəni yaşayırdılar.